Bugün incəsənətimizin, ədəbiyyatımızın yeni nəfəsə, orijinal yanaşmalara böyük ehtiyacı var. Bəs hər zaman yenilik, yaradıcılıq axtarışında olan gənclərimiz bugün öz fikir və ideyalarını həyata keçirmək, reallaşdırmaq imkanına malikdirlərmi? Bugün yaradıcı gənclərimizi ən çox düşündürən, narahat edən məsələlər hansılardır? Onların qarşılaşdıqları, üzləşdikləri problemlər nədən ibarətdir? Bu və digər suallara biz bugünkü verilişimizdə sizinlə bir yerdə cavab aramağa çalışacağıq. Elə bu günlərdə Mədəniyyət və Turizm Nazirliyinin Gənclər və İdman Nazirliyi ilə bir yerdə keçirdiyi Gənclər Nə İstəyir adlı seminarın mövzusu da yaradıcı gənclərin aktual problemlərinə həsr olunmuşdu. Zaqulbadakı Gənclik Beynəlxalq Turizm Mərkəzində mart ayının 24-dən 26-sına dək keçirilən seminarda Mədəniyyət və Turizm Naziri Əbülfəz Qarayev, Gənclər və İdman Naziri Azad Rəhimov, yaradıcılıq ittifaqlarının sədrləri iştirak edirdilər. Onlar öz çıxışlarında görülmüş və görüləcək işlərdən danışaraq, yaradıcı gənclərdə ən azından onların problemləri ilə maraqlanacaqlarına ümid yaratmağa çalışdılar. Yaradıcı gənclik belə bir anlayışdır ki, ayrılıqda götürülmüş heç bir dövlət məmurunun və ya nazirinin işi deyil. Bu dövlət əhəmiyyətli işdir və mən burada demişəm və burada da təkrar eləmək istəyirəm ki, hörmətli cənab prezidentimizin tərəfindən təsdiq olunmuş Azərbaycan Gəncliyi dövlət proqramı bütün dövlətinin gənclər mövzusunda çox ciddi düşünmək, işləmək və tədbirləri görmək vədar eləyir və məcbur eləyir. Ona görə bu günləri yəqin ki, səslənən təkliflərin gerçəkləşməsində tək və ayrılıqda götürülmüş nazirliklərin işi yox, ümumiyyətlə dövlətin və cəmiyyətimizin işidir. Problem varsa deməli həyat var, həyat davam edir. Və bu gənc teatrçılar, teatr sənətçilərinin problemləri çoxdur. Onların problemləri istər iqtisadi, istər mənəvi, istər yəni ki, onlar üçün iqtisadi problemlər, sosial problemləri var. Yəni ki, keçmiş Sovetlər Birliyində, misal üçün, gənc kadrlara evlə təmin edirdilər, sonra onları yaxşı maaşlarla işə götürürdülər, onlar üçün şərait yaradılırdı. İndi müstəqil Azərbaycanda bu proses daha da genişlənməlidir, diqqət böyükdür. Amma ki, bu yenə də azdır, yəni ki, diqqət daha da artmalıdır. Çünki doğrudan da bugün Azərbaycan teatrının əsas qüvvəsi gənclərdir. Və bu gənclərin yaradıcı problemləri də az deyil. Yəni, onlar ayrı-ayrı teatrlarda çalışırlar, onları birləşdirmək lazımdır müəyyən vaxtlarda. Bu barədə Teatr Xadimləri İttifaqı, misal üçün, festivallar keçirdir. Onların bugünkü düşüncələrini biz səhnədə görürük. Eyni zamanda, indi Teatr Xadimləri İttifaqında Gənc Teatr Sənətçiləri Mərkəzi yaranıb və orada bir sıra proyektlər, yəni planda nəzərdə tutulub və indi ilk proyekti həmən bir neçə rejissor, aktyorlar seçirlər, indi casting gedir, yəni ki, aktyor seçimi və orada rəssam seçimi, hansı rəssamları onlar cəlb eləyəcəklər. Gənc yaradıcıların inkişafından ötürü və onların daha da azad düşüncələrini açıqlamaqdan ötürü olan bir qurumdur. Və ora bütün gənclər, yəni ki, müəyyən onun əsasnaməsi var, o əsasnaməyə əsasən o qurumun üzvü ola bilərlər. Teatrda işləyənlər, rəssamlar, bəstəkarlar və s. Yəni. Burada həm prodüser bölməsi var, həm menecment bölməsi var. Yəni ki, bunlar hamısı eyni zamanda biz seminarlar da keçirdəcəyik. Mən bugün təklif elədim, yəni bizim hörmətli nazirlərimizə, cənab Əbülfəz Qarayeva və cənab Azad Rəhimova və mən müsbət cavab aldım. Yəni biz müştərək bu işləri görəcəyik, yəni dövlətin də, yaradıcı təşkilatın da bərabər bu gənclərlə görüləcək planlarda, proyektlərdə, işlərdə həm vəsait ayrılacaq, həm də ki, mənə elə gəlir ki, yaxşı nəticələr verəcək. İclasdan sonra gənclər müxtəlif bölmələrə ayrılaraq öz dərslərinin müzakirəsinə başladılar.
Əslində elə bütün problemlər də bu müzakirələrdə açıldı. Sən demə, yaradıcı gənclərin o qədər dərdi var ki, danışmağa yer, bölüşməyə həmdərd axtarırlar. Məmmədov Tahirdir adım. Əzimzadədə oxuyuram, orta ixtisas məktəbi. 4-cü kurs tələbəsiyəm, az-da diploma çıxacağam. Problemlər deyəndə ki, bizdə məktəbdə, məsəl üçün, şəraiti biraz pisdir. Belə işlərimdə də, məsəl üçün, emalatxana problemi, məsələn, rənglər bahadır. Quliyev Emin, özüm Bakı Dövlət Əməkdaşlıq Universitetinin İnstitutunun 2000-ci ildə dizayn fakültəsi bitirmişəm, bədii layihəçiyəm. Birisi sevindirici haldır ki, bugünlər Gənclər və Turizm Nazirliyi də oradan da gənclərin bu cür bir yerə yığıb, ən az onlara koordinasiya verir, onları bir yerə topladı ki, bütün gənclər bir-birləri ilə bütün problemlərini danışsınlar, bir-birlərini ən azından hansı ortaq problemləri, hansı fərdi problemlərin olduğunu desinlər. O yolda bütün bu problemlərin həllinə bunu zaman tələb eləyər və Nazirlik bu yolda nə işlər görəcək, onlardan asılıdır. Bir yaradıcı adam kimi, əlbəttə hamımızın problemi var, uşaqların da olduğu kimi. Problemlər isə adi, həm maddi, həm deyildiyi kimi, əslində, məsələn, yaradıcılıq üçün lazım olan maddi bir bazis yoxdur ki, o bazisdə uşaqlar rahat yaradıcılıqla məşğul olsunlar və yaxud da gündəlik keçimləri haqqında düşünməsinlər. Bir rəssam olaraq, məsələn, mən də istəyərdim böyük bir emalatxana olsun, mən də boş vaxtlarında orada azad düşüncələrimi fırça ilə kağıza köçürdüm xolsda, ancaq düşünməyim ki, necə yaşayayım və yaxud da gələcəyim necə olacaq və s. Yəni, azad yaradıcılıq üçün mühit biraz ağırdır. Bu seminarın keçirilməsi, bu forumun keçirilməsində müsbət cəhət ondadır ki, ən azından biz rəssamlar və yaxud da ki, digər yaradıcı uşaqlar, məsələn, musiqiçilər və s. bir-birlərini gördülər, tanış oldular. Ən azından bir ümumi ortaq məxrəcə gəldilər ki, bəli, onlar bir yerə toplaşmalı, nəsə etməlidirlər bir yerdə. Azərbaycan xalqına elə bu lazımdır, birlik. Gənclərimiz fikir ayrılıqlarından taran-parandılar, bəlkə də bir yerə toplaşıb nəsə eləyə bilərlər. Məmmədov Nizar, Dövlət Rəssamlıq Akademiyasının 2-ci kurs tələbəsiyəm, ixtisasım rəngkarlıq. Bizim institutumuzda uşaqların problemi güclü müəllimlərin, bacarıqlı müəllimlərin az olmasından ibarətdir. İkinci məsələ də ondan ibarətdir ki, biz rəssamıq, yəni sənət bizə vacibdir, hər bir şeydən vacibdir. Ona görə bizdə burada sərgilər çox olur, az olmur. Prosta, yəni burada bir sərgi olanda qıraq ölkələrdə, başqa ölkələrdə 10 sərgi olsun ki, məsələn, hər bir dünya görsün ki, Azərbaycanda belə istedadlı uşaqlar var. Ən gərgin müzakirələr isə rejissorlar arasında getdi. Kino bugünkü gündə mədəniyyətimizin ən ağrılı, ən yaralı tərəfi olduğu üçün bu sahədə hökm sürən durğunluq, boşluq, bəzənsə lüzumsuz intriqalar gənclərin də yaradıcılığına az zərbə vurmayır. Çağırdınız bizi, biz institutda oxuyuruq. Düzdür ki, Moskvadan, kinotavrdan gəlib, faks gəlib, düzdür. Amma indi bu dəqiqə Azərbaycanda elə adamlar var ki, faks gəlir. Fransa hökumətinə gizlədilir. Hamısı gizlədilir. Sonradan məlum olur, internetdən özləri yazdıqlar, oradan göndərirlər. Buradan davaya biz demişdik, 10 gün qalmış. Siz axtarırdınız. İndi deyirəm, indi Lüboy amma indi bunu eləyən yoxdur. Kimsə mənə gəlib, 5 il getdi, bunu eləyən yoxdur. Fransaya harası dəvət olur. Mən ona pul da tapacam, göndərəcəm onu. Fransa səfirliyi özü dedi, pulun verir. Gəlin, prosto bu 10 gün qalmış. Konkretlə, sən internetlə göndərilir. Kimsə gəlsin ki, mən harasa Amerikaya dəvət ediblər, mənim filmin hansı konkursudur. Mən çalışıram ki, sizi göndərim. Çox pis bilirsən, bu projeydə o söhbətlər yenə də qalacaqdır. İndi mən ümid edirəm, çox sevinirəm ki... Mən sizə deyirəm, lazım qalmadı. Bu olsun ki, mən... Siz hələ oradasınız da, getməyirsiniz ki, ona göstərən danışın. Allah eləsin ki, qalasınız. Görək dəyişmə yüzü görmək istəyir. Qalmasam da, kömək eləmişsin. Mən hamıya kömək eləmişəm. İmkanım onda hamıya eləmişəm. Mənə tanıyan adamlar bilir. Amma söhbət olmasın prosto, yavaş-yavaş. Hazır bir proyekt gətirin, ya proyekt, ya da bir normal bir işləyəcək. Mən sizə söz verəm, mən sizin lafınızın altında olacaq. Amma görüm bu, dakika istədir. Gətir свое мнение просто, как товарищ. Я вам отдам проект. Скажу его слабости. Если ты будешь наставить, скажу, тогда ты, если моему мнению доверяешь, тогда дадим вот туда, куда надо. Но я честно ben bir söz demirəm. Verin, mən bir söz demirəm. Deyim ki,
какой-то момент это упирается. Biz indi bir də fikirləşirik, gənclər təşkilatı olsun, gənclər Mədəniyyət Nazirliyinin içində. Что bizi başqa O şəxs ssenarni qolub, payını ki, yoxdur. Varağını ssenarni Canım mən bir dənə də şey lazımdır. Qeyd eləmək əsas vacib şərtlərdən biridir. Hər hansı bir festivallar keçir, onun nazirliyi də, kino ittifaqı, hamısı maraqlanmalıdır və çəkilən, istəyir production filmləri olsun, istəyir adi zakaz filmləri. Xeyr, onların hamısını göndərmək lazımdır xaricə. Və o nəyi eləyəcək? Biz bilməliyik o filmləri. Yox, o nə, əlbəttə ki, bilməli. Amma bu şərtlə ki, o artıq göstərici termometr kimidir. Orada bəyənilibsə, artıq burada öz bəhrəsini verəcək bəlkə. Amma əgər orada bəyənilməyibsə, deməli ondan sonra müəyyən aqraniçeniyalar həmin adamlar üçün. Bu ssenari, baş ssenariləri təqdim edir. Siz də rejissorsuz, yəni administrativ işçi deyilsiniz. Сценарий гатили я Юсиф, я Орман, я оставили, ушли. Завтра это поставили на него крест, может быть, он запустится. Дело в том, что этот сценарий мало чего даст, чем глаза этого режиссера. Yaxşı filmlər az çəkilir. Bir sürü ki, filmlər daha çox çəkilsin. Yaxşı filmlər olsun. Azərbaycanla dünyaya çıxsın. Gənclər seçsin. Və gənc rejissorlar özlərini təsdiq eləsinlər. Bu gənc rejissorlar, yəni çoxsu özəl kampaniyalarda işləyirlər. Yəni bunların əsas iş yeri oradır. Yəni amma elə rejissorlar var ki, onlar kinonu qutarıb və qalıblar bayırda. Yəni biz ona görə qalmışıq ki, biz təzə filmlər olsun, yaxşı filmlər olsun, gənc fikirlər olsun. Yəni ona görə çalışırıq ki, bizim seminar keçiririk, öz sözümüzü deyirik ki, filmlərimiz inkişaf eləsin. Əsas məsələ odur. Ən əsası odur ki, film inkişaf eləsin. Yəni bir nöqtədə qalmasın. Hocam, bəs bu inkişafa nə mane olur? Bu inkişafa o qədər şeylər mane olur ki, yəni mən onu saysam, onun efir vaxtının daha çoxdur. Yəni bu müəyyən bir sistem qurmalı ki, gənc rejissorlar üçün bu sistemlə onlara film verilsin. Və bu filmlər veriləndən sonra onlar öz filmlərini təsdiq eləsin, özlərini təsdiq eləsinlər. Heç olmasa debüt formasında. Yəni ilk formada demirəm ki, 1 saat yarımlıq film olsun, 25 dəqiqəlik bədii film olsun. Onlar da özlərini təsdiq etsin. Ondan sonra onlar dünyaya çıxanda, onları tanıyanda onlara böyük filmlər versin. Yəni əsas bu olsun. Gənclərin əsas işi budur. Yəni tək bu olmasın. Bizim üçün məsələn uşaqlar üçün filmlər çəkilmir. Gənc nəsillər üçün. Yəni bizim axırında Seyirli Xalat, Bir Qalanın Sirri. Yəni elə olsun ki, o filmlərin davamı olsun. Uşaqlar üçün ciddi filmlər olsun. Yəni bizim dediyimiz bu problemlər ki, gələcək inkişaf olsun. Yəni indi bu dəqiqə bütün Azərbaycanlı uşaqları xarici nağıllara baxırlar. Niyə öz nağıllarımız yoxdur? Çəkilsin, öz nağıllarımız olsun. Yəni əsas fikirlərimiz budur. Bayaqları gördünüz ki, necə mübahisə gedir orada. Bu neçə illərdir belədir. Gənc rejissorlar sənədlərini, peşələrini cilalamaq üçün ancaq sənədli filmlə kifayətlənirlər. Amma hamının ürəyində bir arzusu var ki, plonkada bədii film çəksin. Mən heç formatı deməzdim, ümumiyyətlə bədii film çəksin. Bu əsas problemlər də bundadır ki, gənclərə o baxımdan diqqət, qayğı çox ayrılmır, yetərincə deyil. Ona görə biz o diqqəti cəlb eləmək üçün, yəni bizdə kifayət qədər potensial var. Baxmayaraq bu rejissorluq fakültəsi açılandan kino rejissoru, haradasa 50-60 nəfər onun məzunları olub və bugün burada gördüyünüz 13-14 nəfər, 5-6 nəfər də gəlməyib də, 5-6 nəfər biraz gənclikdən artıq çıxmış adamlardır. Yəni sayı budur, maksimum 20 nəfərdir bu sənətdə, rejissurada gənc olanlar, maksimum 20 nəfərdir. Ona görə də çalışmaq lazımdır ki, bu balansı saxlayaq, heç olmasa biz də nəsə çəkə bilək. Çəkə bilək nə barədə? Bizim məsələn konkret təkliflərimiz var. Artıq keçən il yayından biz naziri ilə bağlı istəyirik ki, ictimai birlik yaradaq. Heç olmasa gənclər özləri ssenarinin seçilməsində, qəbul olunmasında bu prosesdə daha yaxından iştirak eləsinlər. Yaşlı nəsillə biraz münasibətlər çətin alınır. Problem də əsas budur. Bayaq biz bir neçə nəfərlə, uşaqlarla söhbət elədik. Dedilər ki, yaşlı nəsildə qəribə bir qısqanclıq var gənclərə qarşı. Yəni bu da bir maneəviyyət səbəblərdən biridir. Qısqanclıq yaşlı nəsildə belədir, kömək eləyənlər də var.
Bizim özümüzə hətta sənədli filmdə bizə şans verənlər olub. Məsəl üçün, biz başqa-başqa qurumlarda, redaksiyalarda, studiyalarda çalışmışıq. Bugün heç kəs işsizdir. Hamı hardasa, hansısa bir işlə məşğuldur, hansısa film çəkir, sənədli film çəkir, portret çəkir, neynir o əmlə. Amma bəzi adamlar prosta öz istəmirlər ki, qorxurlar ki, sabah gənclər gəlib onların yerini tuta bilər. Amma indiki gənclərdə heç də elə bir arzu yoxdur. Kimsə məmur olsun, kimsə hər hansı tutsun. Sadəcə biz çəkib Azərbaycanı özümüzü, o etnopsixoloji dəyərlərimizi biz dünyaya çıxarmaq istəyirik. İran filmi niyə görə? Necə qabağa gedir? Çünki onlar ancaq özlərindən çəkirlər. Biz heç bir şey fikirləşmirik. Biz bəziləri var ki, nə bilim, Avtoş belə gəldi, Briqada belə getdi. Biz belə şeylər fikirləşmirik. Biz sırf Azərbaycan filmi barəsində fikirləşirik. Bütün arzularımız da onu reallaşdırmaqdır. Gənclərin çox böyük problemləri var Azərbaycan kinosunda. Hamı çəkmək istəyir. Neçə illərdir İncəsənət Universitetinin kino rejissorluğu, televiziya rejissorluğu əksərən o kinoya şamil edilir də. O qutaran uşaqlar heç biri demək olar ki, 90% hələ plonka nədir onu görməyiblər. Bu problemlər çoxdur. Söyləməklə qutarmır. Ona görə də biz qərara gəlmişik. Artıq dəqiq mexanizm qurulmalıdır kinoda. Yenidən. Çünki prodüser nəfəsi gəlməlidir kinoya. Prodüser kinosu olmalıdır. Artıq tələblər başqadır. Bizim də fikrimiz, gənclərin fikri odur ki, düzdür, bəlkə də hamı istəyir onu. Azərbaycan kinosuna yeni nəfəs gəlməlidir, gənc nəfəslər gəlməlidir. Onlar nəsə eləməlidirlər. Bir sözlə, Azərbaycan gənc kino rejissorları artıq sos deyir. Onları eşitmək vaxtıdır. Bax, ona görə də biz bu günləri gəlmişik bura. Çox təəssüf ki, bizdən bir nümayəndə çıxmadı ora. Biz gözləyirdik ki, heç olmasa bizdən də kimsə çıxıb danışacaq. Bütün ittifaqların katiblərdir, sonra başçıdır, çıxdılar, danışdılar. Amma kino sahəsinə yəni diqqət gördüyümüz kimidir. Rasim Balayev dəvət olunmuşdu, amma təəssüf ki, yoxdur. İştirak eləmədi və çıxıb öz sözünü demədi. Ya bu artıq bizim Azərbaycan kinosuna münasibətimiz oldu. Bu seminarın hardasa bir əhəmiyyəti olacağına inanırsınız? Hardasa hə, hardasa yox. Yox ona görə ki, artıq dəfələrlə olub, neçə illər boyu artıq seminarlarda olub, yığılmışıq da hamı bir yerə. Bizə qulaq asıblar, amma bir nəticə hələ ki olmayıb. Amma bir tərəfdən də hə, yəqin ki, artıq nazirimiz dəyişilib, yəqin ki, yeni nəfəs olar. Bax, ümid yerimiz bəli, artıq var. 50-50-yə. Gələcək göstərəcək. Çünki biz bundan qabaq da Mədəniyyət Turizm Nazirinin, Azərbaycan Gənclik keçmiş naziri Əbülfəz Qarayevin biz mükafatlar almışıq müxtəlif festivallarda. Yəni artıq onlar bizi tanıyırlar. Bu günləri biz yığışmışıq bura. Onlar kənar sifətlər görmür, hamı bir-birinə tanışdır. İnanırıq ki, bundan sonra bu birlik, iki nazirliyin birgə tədbiri nəsə gələcəkdə Azərbaycan mədəniyyətini mən ümumi şəkildə deyərəm, təkcə kinonun demirəm, inkişafında bu seminarın hansısa bir rolu olacaq. Mən özüm bir gənc yazıçı kimi 80-ci illərin axırında bu cür seminarlarda iştirak eləmişdim. Bu cür seminarların birinci əhəmiyyəti ondan ibarətdir ki, yaradıcılığın müxtəlif sahələrlə məşğul olan gənclər bir-birini tanıyırlar, bir-birindən diskussiya eləyirlər və gələcəkdə ümumi bir yaradıcılıq bəhrələri ortaya çıxır. Bu mənada çox yaxşı bir ənənənin yenidən bərpa eləyiblər və mən inanıram ki, bunlar sadəcə olaraq bu yeni təyin olunmuş nazirlərin ilk reputasiyası kimi ilk və son olaraq qalmayacaq, daimi mütəmadi olacaq və davamlı olacaqdır. Biz bugün deməli ədəbi yaradıcılıqla məşğul olan gənclərin bölmə rəhbəri kimi mən bir sıra təklifləri biz burada müzakirə elədik. Ən müxtəlif təkliflər var və bu yaradıcılıq birliklərinin rəhbərlərinin də çıxışlarında səsləndi. Xüsusən cavan yaradıcıların məişət problemləri çox aktualdır, maddi problemlər aktualdır. Biz indi ədəbi yaradıcılıqla məşğul olan bölmədə müzakirəli və xeyli problemlər ortaya çıxır və yəqin
yəqin ki, bunları da biz ümumiləşdirilib Mədəniyyət və Turizm Nazirliyinə təqdim eləyəcəyik və güman edirəm ki, gələcəkdə bu problemlərin həlli istiqamətində addımlar atılacaq. Xüsusilə deməli, cavan yazıçıların, cavan şairlərin kitablarının çapı məsələsi problemdir. Onların kitabları çap olunduğu halda onların reklamı, təbliğatı və burada hətta ayrıca mədəniyyət kanalının yaradılması məsələsi ortaya atıldı və yaxud ictimai televiziyada mədəniyyət verilişlərinin həcminin, ədəbiyyata həsr olunan verilişlərin həcminin daha genişləndirilməsi problemi ortaya çıxdı. Və yaxud tutaq ki, show biznesdən əldə olunan gəlirlərin, eləcə də deməli, spirtli içkilərdən, tütündən əldə olunan gəlirlərdən xüsusi bir fond yaradılması, mədəniyyətin inkişafına yardım fondu adı ilə yaradılması və bu mədəniyyətin müxtəlif sahələrindəki gerçək layihələrin maliyyələşdirilməsi istiqamətində bu fondun rolu ola biləcəyi barədə müzakirələr keçdi. Ədəbi yaradıcılıqla məşğul olan gənclərə vaxtilə verilən təqaüdlərin dayandırılması məsələsi hökumətin gündəminə çıxarılmalıdır və bu təqaüdlərin verilməsi bərpa olunmalıdır. Burada da təkliflər səsləndi ki, necə müəyyən gənc aktyorlara, gənc müğənnilərə deməli təqaüdlər verildiyi kimi ədəbi yaradıcılıqla məşğul olan gənclərə də hökumət tərəfindən daha uzun müddətli təqaüdlər verilməlidir. Bu hesab edirəm ki, dövlətin gənclərə, gənc ədəbi qüvvələrə qayğısının bir bariz nümunəsi ola bilər. Şad müəllim, seminarı bir son nəticəsi olaraq bir cümlə ilə nə deyə bilərik? Bugünkü gənclik nə istəyir? Gənclik hər halda istəyir ki, öz istedadını, qabiliyyətini üzə çıxartmağa imkan olsun. Gənclik istəyir ki, onu fikirləri, düşüncələri, yaradıcılığı cəmiyyətdə reaksiya doğursun. Ədəbiyyatımıza, incəsənətimizə nə qədər çox zamanın nəbzini tutan, müasir fikirli, istedadlı gənclər gələrsə, bir o qədər də mədəniyyətimiz udacaq. Xalqları və ölkələri tanıdan isə mədəniyyətdir. Dünyamız, dövrümüz hər birimizi qıcıqlandıran, gərginləşdirən hər cür hadisələrlə doludur. Enerjisi aşıb daşan gənclik bütün bunlara layiq qala bilmir. O ki, ola yaradıcı gənclik. O öz münasibətini, gördüyü çıxış yolunu, onu boğan, rahatlığını pozan düşüncələrini qələmə almaq, lentə çəkmək, rəsmə köçürmək, öz yaşantıları ilə birgə səhnədə canlandırmaq, qurub yaratmaq, bəli, məhz yaratmaq istəyir. Bunlara isə bu imkanı, şəraiti vermək əsl zərurətə çevrilib. Bu gənclərin problemidir ki, əcnəbi müğənnilər gəlir Azərbaycanda. Azərbaycanın özəl kanalları vasitəsilə populyar olurlar. Burada oxuyurlar və hər tədbirdən 30 min, 25 min, 50 min dollar ciblərinə qoyub çıxıb gedirlər. Əgər bu pul Azərbaycana qalsa, yəni Azərbaycan gəncləri təbliğ olunsa, efir verilsə onlara, şərait yazsa ki, onlar oxusunlar, təmənnasız. Bu insanlar öz yaradıcılıqlarına məşğul ola bilərlər və nəticədə həmin o konsertləri, o sarayları onlar toplaya bilərlər. Və bir növ stimul yaranar bu insanlar üçün Azərbaycanda yaşayıb yaratmaq. Düzdür, bu gənclərin çox böyük problemidir ki, show biznes yolu ilə pullar xarici ölkələrə gedir. Gənclər bu məşğulluq istəyir. Bəli, gənclər təyinatla işləmək istəyir. Yəni əvvəllər olduğu kimi. Məsələn, fərz edək, mən bölgələrdə, bir çox bölgələrdə konsert proqramları çıxış eləyirəm, hərbi hissələrdə, istər bölgələrdə. Orada daim müəllim çatışmazlığı, həkim çatışmazlığı, kadr çatışmazlığı daim var. Yəni ki, gənclər, indiki gənclər üçün institut hər il neçə min, neçə yüz min gənc, belə deyək də, ali savadlı, ali təhsilli gənc, belə deyək də, ölkəyə təhvil verir. Həmin gənclərin təyinatı da dövlət məşğul olmalıdır. Nə formada? Onlar üçün şərait yaradılmalıdır bölgələrdə. Məvacib 2 dəfə, 3 dəfə artıq olmalıdır. Yataqxanalar tikilməlidir məsələndə. Tutaq ki, böyük bir xəstəxananın heyəti, həkim heyəti orada qalıb işləyə bilər. Böyük bir məktəbin müəllim heyəti orada qalıb işləyə bilər və bununla da həm məşğulluq problemi aradan götürüləcək, həm görün ölkəyə nə qədər biz xeyir vermiş olaraq. Amma yaradıcı gənclər nə istəyir? Onu mən gərək burada bir dənə kitab açım, danışım.
Çox istərdik ki, bu cür müzakirələr, seminarlar tezliklə öz nəticəsini versin. Gənclərimizin fikir və ideyaları reallaşaraq incəsənətimizdə, mədəniyyətimizdə böyük əks-sədaya, hadisəyə səbəb olsun. Seminarda müzakirə olunan maraqlı məqamlardan biri də o oldu ki, gənclərin yaş hüdudunun 35 yaşdan 30 yaşa endirilməsi haqqında təklif verildi. Lakin bu o deməkdir ki, seminarda iştirak edən gənclərin bir çoxu artıq gənclik yaşından çıxıb. Lakin onlar hələ də sənətdə istədikləri addımı ata bilməyib. Bu da dövlətimizi, cəmiyyətimizi bu barədə daha dərindən düşünməyə, konkret işlər görməyə tələsdirməlidir. Ən azı mədəniyyətimizin inkişafı naminə. Sağ olun.